Salamlar, hər vaxtınız xeyir. Mən indi SQL dərsini izah edirəm yenidən. Hansı ki, biz bu SQL təməllərini burada keçib mənimsəyəcəyik. Və mən bugün bu SQL izah eləyəndə brauzerdən istifadə eləyəcəm. dbfiddle deyə bir sayt var hazırda burada bizdə. dbfiddle.dev. Biz bu saytdan istifadə edərək yoxlayacağıq bugün SQL-lərimizi. Başlayaq. Deməli, bu sayta daxil olanda SQLite var, PostgreSQL var, DuckDB var bizdə. Amma bizə hal-hazırda burada PostgreSQL lazım olacaqdır. PostgreSQL-ı açırıq. Baxın, burada biz artıq querylər yazacağıq. Querylərimiz hamısı burada olacaq. Amma queryləri yazmazdan qabaq birinci dərsin strukturuna tanış olaq. Querylər hansı formatda olacaq. Bizdə ümumiyyətlə SQL nə deməkdir? Structured Query Language, yəni strukturlaşdırılmış query dili deməkdir tərcüməsi. Və bizdə burada növbənöv instructionlar var. Hansı ki, bizdə create var, insert var, retrieve var, update var, delete və drop table var. Bunların hamısını biz tətbiq edib birlikdə mənasına baxacaq. İndi gələk təməldən başlayaq create-dən. Create nə deməkdir? Yəni siz təməldə bir table yaradırsınız. Okay. Table PostgreSQL. Okay. Bura daxil oluram image-lərə. Sadəcə bir struktur olaraq görməyiniz üçün girəcəm bura. Daha oxunar bir olsun. Okay. Və burada nə qədər ki kvadratiklər var, bunlar hamısı table'lardır. Növbənöv table'lar var burada. Biz indi bunlardan bir dənəsini götürüb yaratmağa çalışacağıq. İndi gəlin bir dənə table götürüb yaratmağa çalışaq. Gəlirik bura. Query'miz necə işləyir? Baxın, burada adı üstündə. Biz tələbə adında bir dənə table yaradacaq. Create table students. Okay. İndi yazıram bura. Create table students. Okay. Və düşürəm aşağı. Bunun içində table yarandı. Düzdür. Və table yaratdıq. Bu table kvadrat yarandı. Create table students deyəndə kvadrat yarandı. İndi kvadratın içi dolmalıdır. İçində də hansı fieldlər var? Tələbənin ID-si olacaq, adı olacaq, yaşı və e-maili olacaq. Tələbənin birinci ID-sini yaradaq. ID, serial demək ki, avtomatik, artsın özü bu formatda. Bir də bizdə olacaq nə? Primary key. Okay, primary key nə deməkdir? Yəni, bunun bağlı olduğu table, yəni bu bir table mütləq bağlı olmalıdır. Okay. Və yəni bu primarydir, uniquedir. Hal-hazırda bizdə primary formatdadır. Və düşürəm aşağı. Bizdə başqa nə var? Name'i var tələbənin. Name. Bizdə necə ki Java-da string kimi yazılırdı. SQL-də bu varchar-dır. Varchar. Adın uzunluğu deyək olsun 50. Bir də ad null ola bilməz. Not null. Bir də bizdə nə var? Yaşı var tələbənin. Age. Bu da int olsun. Ən sonunda tələbənin e-maili var. E-mailin də varchar yox, varchar. E-mail da stringdir. E-mailin uzunluğu olsun 100. Və bu unique olmalıdır. Hər e-maildən bir dənə ola bilər insanda. Bitdi. Mən yaratdım. Səqiyə salaq. Tələbə table yarandı, ID-si yarandı, serialdır, yəni avtomatik artandır, adı var, varchar tipindədir, yəni stringlə yazılacaq adı, uzunluğu 50 olacaq, nə ola bilməz, yaşı int olur, e-mail da uzunluğu 100 ola bilər və unikal, hər e-maildən bir dənə ola bilər. İndi mən bunu run edirəm. Run etdim. İndi hazırda mənim, baxın, bir dənə run görünə göstərir. Deyir ki, relations already exist. Deyirsən, artıq tələbə table'ını yaratmışsan. İndi bunu sildim. Daha sonra düşürük növbəti hissəyə. Və bu table-ı biz yaratdıq. Okay. Bu table-ı yaratdıq. İndi ID-dir, name-dir, hər bir title, burada nə varsa buna indi dataları ötürməyə lazımdır. Ki, içində dəyərlər olsun, bomboş olmasın. O da insert-lə istifadə olunur. Düşürəm aşağıya. Deyirəm insert into student. Arıcılığı necə yazmışdım burada? ID, name, age, email. Amma ID serial deyə ID-ni yazmıram. Name, age, email yazıram. Və deyirəm ki, bu dəyərləri ötür. Values. Name olsun anar. Bu yazılış əslində götürək. Bir də onunla vaxt itirməyək. Okay. Leyla. Bir dənə də əlavə edək. İkincisini yazaq. İkinci də olsun anar.
25 anar@mail.com. Bu da belə. İndi bunu da run edirik. Okay. Bunu silək ki, mani olmasın. İndi bunu run edək. 2 rows affected, 2 rows affected. Bu nə deməkdir? Artıq deyirsən 2 dənə table-a, 2 dənə row-a dəyər ötürdün. İndi yoxlayaq. Select everything from students. Çəkək görə həqiqətən də içini doldurduqmu? Run edirəm, həqiqətən də hə. Leyla 22, Leylanın e-maili, Anar 25, Anarın e-maili. ID-lərdə avtomatik serial olduğu üçün özü avtomatikmən artıblar. E-maillarımız da bu formatdadır. İndi düşürəm növbəti hissəyə. Biz nəyi göstərdim? Retrieving data-nı göstərdim. Bu ulduz everything deməkdir. Bir də siz hər şeyi gətirməyə də bilərsiniz. Deyərsiniz ki, mənə hamısı yox, ancaq name, bir də age gəlsin. Baxın, basın, ancaq name, age gəldi. Deyərsiniz yox, ID-ni də ver, ID-ni də yaz. ID-ni də gətirsin. Deyərsiniz ki, name, age, e-mail də ver. İstəkləriniz dəyişə bilir. Və yaxud da deyə bilərsiniz ki, select ancaq e-mail. Mənə sadəcə e-maillər ver from students. Gördünüz? Gəldi belə. E-maillər gəldi. İyi. Düşürəm aşağı. Filtr verə bilərsiniz. Məsələn, belə olanda nə göstərirdi sizdə? İndi mən deyəcəm ki, yaşı 23-dən çox olanlar, 22-dən çox böyük olanları gətir. Select everything from students və age böyükdür 22. Run etsəm, gəldi 25. Gəldi, çıxdı bura. Okay. Daha sonra, yəni biz filtr verdik. Bir də update var bizdə. Update-in məntiqi necə işləyir? Update-də, baxın, düşürəm bura, deyirəm ki, hər şeyi birinci çəkin baxasınız. Baxın, hər şey buradadır. İndi mən Anarı, Leylanı dəyişəcəm. Anarı, Leylanı dəyişib eləyəcəm. Leyla 2. Update. Students. Okay. Deyirəm ki, set, name. Name'i deyirəm, dəyiş, Leylanı elənəm. Aysu. Və haradakı ID bərabərdir 1. Dedim, adı dəyiş elə Aysun. Dedi, Anar, burada 2 adı var, ağa, hansını dəyişim? Mən də deyirəm ki, ID-si 1 olan adını dəyiş. ID-si 1 olan da Leyladır. Deməli, Leylanın adını dəyişib eləyəcəyinə Aysun. İndi run etsəm, one row affected. Yəni, deyirəm, sənin dəyişikliyin bir dənə sətr təzir qoydu. İndi test edək. Gördünüz? Leyla oldu Aysun. Amma mailini dəyişməmişəm. Ona görə mail olduğu kimi qalıb. Bu da bizim nəyimiz idi? Update-imiz idi. Və deyə bilərəm ki, burada içəridə olan kim varsa yaşlarının hamısını bir vahid artır. Update students okay. Set age bərabərdir age plus 1. Hər birinin yaşını bir vahid artır. Bir vahid artır. Və age böyükdürsə, kimin yaşı 20-dən böyüksə, hamısının yaşını bir vahid artır. Yəni, nəticədə bu olacaq 26, bu olacaq 23. Run. Gördünüz, bu oldu 26, bu oldu 23. Yəni, mən nə edim? Filtr verdim, artırdım. Dedim, artır, hamısının yaşı bir vahid artır. Hansının ki, yaşı böyükdür 20-dən. İkisinin də yaşı 20-dən böyük olduğu üçün artırdı ikisində. Bu da update idi. İndi bizdə delete var. İndi baxın. Mən deyək ki, Aysunucu silmək istəyirəm. Deyirəm delete from students və ID bərabərdir 1. Deyirəm students'dan sil. Deyir kimi silim? Deyirəm kim ki ID-si bərabərdir 1-ə. Okay, run edirəm. İndi görə sildim. Hop, sildi. Anar qaldı içəridə. Okay. Bu da bu məntiqlə işləyir. Və yaxud deyə bilərəm ki, yaşı 25-dən böyük olanları sil. Delete from students və age böyükdür. Məsələn, 24. 24-dən böyükdür 26. Ona görə avtomatik bunu da siləcək. Hop, sildi. Gördünüz. İndi run edən bomboşdur. Bu məntiqdir bizdə. İndi bir dənə də içəri yeni datalar əlavə edeyim. Bizə datalar çünki lazım olacaq. Insert təzədən atıram bura ki, içi də olsun da bomboş olmasın. Şəhdə oldu.
Və fikir verin, növbəti 3-4 növbətləri götürüb yazır. 1-2-ni artıq mən işlətmişəm, bu yoxdur orada. Ona görə artıq əlavəsini yazır. Update-i göstərdim, delete-i göstərdim. Drop table var, ən sonuncusu querylər arasında. Drop'un məntiqi nədir? Delete bir sətri silirdi. Bir dənə bu sətri delete sildi, okey. Amma drop isə ümumiyyətcə table var, bu students table. Table'ın özünü siləcək. Tamamilə kökdən özünü silib atır. Ona görə drop table verirəm. Students versəm, drop table students versəm, hop, getdi. İndi select versəm ki, students gətirəcək bir şey yoxdur. Hop, deyəcək yoxdur. Niyə yoxdur? Çünki drop eləmişəm. Drop nədir? Ümumiyyətcə o tələbə table var idi. Tələbə table'ını kökdən sildi. Atdı yerə hamısını. Okay. Bunun da mənası bu. İndi düşək aşağı. Ekstra notlar. Data type int'dir SQL-da. Varchardır, yəni stringdir. Date'dir, yəni time'dir, vaxtıdır, məsələn, ayın tarixi, saat və s. Boolean'dır, true false-la işləyir. Constraintlər primary key-dir. Unique deyən bir dəyərdən unique olmalıdır, email kimi. Not null, yəni ad null ola bilməz. ID-lər həmişə primary key olurlar. Command to remember, create table, table yaratmaq üçündür. Insert into, yeni bir datalar içinə yükləmək üçündür. Select, çəkib götürmək üçündür. Update, dəyişmək üçündür. Delete, silmək üçündür. Amma drop isə təməllə table'ın özünü silmək üçündür. Remove sətir, remove table'ın full özünü. Okay. İndi genel bilən üstündən keçək. Üstündən keçəndə sizə burada tam aydın olacaq. Deməli, biz nə elədik burada? Introduction verdim. Okay. Bir dənə table yaratdıq. Create table, ID, name, age, email verdim və onu primary key ilə serial falan və s. verdim. Varchar, int və varchar verdim. Okay, email-a. Və unique oldu bizim email. Və bizdə daha sonra table'ın içində insertlər yazdım. Okay. Insert into students, name, age, email-a həmin bu name-i, yaşı və email-i ötürdüm. Daha sonra mən nə elədim? Datanı gətirdim. Dedim, biri var, select everything verirsən. Orada nə varsa hamısını gətirirsən. Bir də var, sizə hamısı lazım deyil. Sizə atıram, ad lazımdır, email lazımdır. Ad, email yazırsınız, ancaq adı və email gətirir. Bir də where condition var. Where mənası nədir? Hardakı. Yəni, hər şey gətir, hardakı yaşı böyütü 20-dən. Bu formatda onun üçün istifadə olunur. Bir də update var. Update nə edir? Sən table götürürsən, həmin table'ın içində, məsələn, adı dəyişmək istəyirsən. Deyirsən ki, set name bərabərdir, yeni ad yaz, düzdür, updated name yaz, dəyişilmiş ad. Və ID bərabərdir, bla bla bla. Və burada update deyirəm, table, student update elə. Ada anar Ali ver, hardakı ad, hardakı ID bərabərdir 1-ə. Okay. Və daha sonra yaşları bir vahid artırdım. Yaşları bir vahid artırdım. Hardakı yaş böyütü kiçikdir 22-dən. Okay. Bu da bu hissədə. Bir də delete var. Delete from deyirəm ki, delete from students. Hardakı ID bərabərdir 2. ID olmasın, email-a görə verə bilərsiniz. Email-la gətirə bilərsiniz. Hardakı name bərabərdir bu. Okay. Biz nəyə görə ID verirəm? Çünki ID unikaldır. Hər birinin ID zaten serial oturur, fərqlidir. Email-a da görə verə bilərsiniz. Email-a çünki unikaldır. Drop table-da nə idi? Yəni, bugünə qədər yaratdığım o table ki var, içində bu əməliyyatlar aparırdım. Create, update, read, delete və s. Onların hamısının ki, bir dənə table-ın içində baş verir axı. O table-ı kökdən silmək üçün də biz nə edirik? Drop table edirik. Yəni, drop table deməkdir. Bu table artıq mənə lazım deyil. Burada bu table mənə artıq lazım deyilsə, mən onu götürürəm o bir şeyi, hamısını atıram. Yəni, drop edirəm o table. Biz artıq o relation lazım deyil. Ona görə də sonra axtarmaq istəyəndə ki, drop elədiyim bir şeyi görüm. Deyir ki, relation students does not exist. Belə bir relation artıq deyir, yoxdur, çünki silmişsin. Burası belə. Bu qədər. Burada daha sonra ən sonda bunun izahı var. Yenə üstündən keçmə şəkildə. Hamısının yazılarımızın bir vərəq altında, bir səhifə altında izahı var. Ona da baxarsınız. Əgər nəsə sual yaransa, mütləq geri dönüş edeyim, köməklik göstərim. Təşəkkürlər.